Hörmətli izləyicilər, bugün yeni Ələddin müəllimin kitabından ulduzlu bir sualın həllinə baxacağım. Deməli, verilib bizə x8 üstəgəl a(4) üstəgəl 1 tənliyi. Deyək ki, a-nın hansı qiymətində bu tənliyin 4 həqiqi kökü ədədi silsilə əmələ gətirər. Bu sual araşdırmazdan əvvəl bir şey qeyd edeyim. 4 həqiqi kök məsələsi. Burada diqqət çəkən məqama baxa bilirəm. Deməli, x üstü 4 var, düzdürmü? Biz x üstü 4'ə bir t desək, belə bir tənlik almış oluruq. T kvadratı üstə gəlinsin at üstə gəlinsin 1. Bu tənliyin 4 həqiqi kökü olması için burada t'miz nə olmalıdır? Hər iki kökü müsbət olmalıdır ki, 4 dərə kök alınsın. 8 kök almaq için 4 kök alınsın. Yəni belə deyək də, x üstü 4 misal üçün bərabər mənfi köksə artıq bunun həqiqi kökü olmayacaq. X üstü 4 bərabər daşı 3 olsa olacaq. Ona görə burada hər kök bizdə nə olmalıdır? Müsbət. Və gördüyümüz kimi bu müsbət köklərin özləri də bizdə nədir? Əks köklər əmələ gətirəcək. Niyə əks köklər əmələ gətirir? Yəni buna görə x4 t-dirsə, onda x kvadratımız mənfidir, x kvadratımız nə olacaq? Müsbətdir. Gördüyümüz kimi yenə buradan 2 kök düşəcək həqiqi kök. Burada 2 həqiqi kök nədir? Alınacaq və əks işarə olacaq. Yəni olacaq mənfi kök altında t. Bir də x2 də olacaq nədir? Müsbət kök altında t. Eyni zamanda ikinci köksündə bunu t1 desək. Eyni zamanda ikinci köksündə yenə x-ü 4'e bərabərdir. Burada t yazdığımıza göre ikinci köksündə x-in kvadratı olacaq. Bir dəfə mənfi t2, bir dəfə də x-in kvadratı nədir? Müsbət t2. Yenə mənfi də 2 kök düşəcək. Növbəti 2 kökümüzdə yenə nə olacaq? Əks ədədlər alınacaq. x3'ümüz olacaq mənfi kök altında t2, x4'ümüz də nə olacaq? Kök altında t2. Bu izahı niyə verdim? Yazacağım fikirə aydınlığı gətirmək üçün. Onda bizim köklərimiz əks ədədlər olacaqsa, biz həmin tənliyin 4 həqiqi kökünə, 4 dənə həqiqi kökünə, belə deyək, m desək, mənfi m desək, o qısım olacaq, mənfi m, bir dənə m. Ədədi silsilə əmələ gətirmək üçün onda nə olmalı ardıcıllığımız, kökləri ardıcıllığı? x1 olacaq mənfi m, x2 olacaq nədir? Mənfi m, sonra nə gələcək? Müsbət m, sonra nə gələcək? M. Deməli, bu ardıcılıqla olsa, bu ardıcılıqla nə əmələ gətirəcək? Ədədi silsilə. Deməli, onda baxalım burada. Ədədi silsilə əmələ gətirirsə, ədədi silsilənin qaydasına görə d-miz bərabərdir. A4 çıxa 1, yəni m çıxılsın mənfi m, bölünsün 4 çıx 1. Eyni zamanda həm də bərabərdir. A3 çıx nədir? A2'dir. Mənfi n çıxılsın nədir? N'dir. Və beləcə almış oluruq. 2m bölünsün 3 bərabərdir 2n. Və buradan alırıq. M bərabərdir 3 dənə n. Deməli, köklərin hasilinə baxdıq. Verilmiş tənliyin kökləri hasili bizdə nədir? 1. x üstü 4, 4 dərə kökün hasili özündə saxlayır. M kökləri buradan alındığına görə. x2 içində nədir? N alınır. Deməli, onda olacaq. M üstündə 4 vurulsun, N üstü 4 nədir? 1. M'imizin yerini gətirib yazacaq 3n. Alacaq 81, N üstündə 81, N üstündə 4. Buradan yazıldı. 81, n üstü 4'ü vur. N üstü 4 bərabər nəyə? 1'ə. Və beləcə almış oluruq. N'imiz bərabərdir. 1 bölünsün. Kök altında nədir? 3. Üstə gəl çıxı da var. Üstə gəl çıxı olsun. İndi hər hansı kök, m'imiz də altında nə alırım? Üstə gəl çıx kök altında 3. Hər hansı kökü gətirib burada x tənlikdə yerinə yazsaq, və biz oradan nəyi tapmış olarıq? Bağını. Gətir tənlikdə yazar yerinə. Kök altında 3 üstü 4, 3 üstü 8 daha doğrusu. Vurulsun. A vurulsun. Kök altında 3'ün üstündə 4,
üstə gəl 1 bərabərdir 0-a. Burada 3-ün kvadratını necə eləyim müəllim? 3-ün kvadratı 9, 3 4 eləyəcəkdir, 81. Üstə gəlinsin kvadrat 9a üstə gəlir 1 bərabər 0-a və beləcə almış olduğuq a bərabərdir -82 bölünsün 9-a. Hələlik bu qədər, sağ olun.